Bismillahirrahmanirrahim və bihi nesta'in. İnnehu xeyru nasirin və mu'in və sallallahu ala rasulih əl-əmin. Məsumlar əleyhimussalamın bizim öhdəmizə qoyduqları vəzifələri mərhələli şəkildə bizə təqdim eləmələri daha çox gözə dəyir. Baxın, bəzi əməllər var ki, onların təqdimatında ki, bizdən tələb var və o nəsiyyət bizim bir dənə zəruri insani borcumuzdur. Onlar bir mərhələli hesabdan, mərhələli proqramdan keçir. Məsələn, Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, Əşəddül ə'mal sələsətun. Əməllərin ən məsuliyyətlisi, yəni ən şiddətlisi 3 əməldən ibarətdir. Baxın, bu əməllərin özü belə mərhələdən ibarətdir. Misal biri deyir ki, əvvəl insanın islahatın başlayır bu mərhələdən. Əgər insan bu mövqeydə, bu mərhələdə müvəffəq ola bilsə, növbəti mərhələdəki işləri yerinə yetirə bilər. Yox, əgər bu əvvəlin proqramda insan bu mərhələni yerinə yetirmədən ikinci mərhələyə istəsə addım ata, heç vaxt o işdən müsbət nəticə əldə eləyə bilməz. Nə dünya, nə axirətin xeyrin ələ gətirə bilər. Məsələn, Əşəddül ə'mal sələsətun deyəndə imam, insan o 3 dənə əməl ki, çox şiddətlidir, əməllərin ən şiddətlisi, ən məsuliyyətlisi 3 əməldir. İmam deyir, biri bundan ibarətdir ki, insafun nas min nəfsik. İnsanlarla öz aranda insafla nə ilə? Rəftar elə. Əgər özünlə insanlar arasında rəftarı insafla eləməsən, eləyə bilməzsən sən, həyatında növbəti işlərdə Allah istəyən kimi yaşaya biləsən. Baxın, bundan sonra ikinci məsələ, baxırsan birinci məsələnin özündən qaynaqlanır. Həqiqətən insanın əqli də insana bunu təqdim edir ki, əgər insan birinci mərhələdə özün tərbiyə edə bilməsə, ikinci mərhələdəki işləri görə bilməz. Birinci mərhələ insafun nas min nəfsik, insanlarla öz aranda insafla rəftar elə. İkinci, muvasatul əxi fil mal, malında, sərvətində, hər nəyin ki var, onu müsəlman, mömin qardaşlarınla nə ilə? Bərabər böl. Muvasata, yəni muvasat, yəni o bərabərçiliyə diqqət elə. İndi baxın, əgər insan insafi xüsusiyyəti özündə aşlaya bilməsə, insan özündə insafın cəhətlərin yaşaya bilməsə, eləyə bilməz əlində hər nəyi var onu insanlar arasında paralel və bərabər şəkildə bölə bilər. Baxırıq ki, məsumlar bizim öhdəmizə qoyduqları məsələdə birinci o mərhələ ki, ondan başlayıb insan gedə bilər, o mərhələni bizə təqdim edirlər. Bunun özü bir göstəricidir ki, insan öz başına varlıq deyil. Digər varlıqlardan daha çox dəyərli varlıq olan bir bəşər, bir insan, digər varlıqların necə özünə məxsus bir həyat prinsipi və proqramı var, o həyat prinsipi və proqram kimi insanın da həyatının öz proqramı və mərhələsi var. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.